Baxaq törəməyə. Törəmədə birinci f'(x)'imizi tapaq. Ln sinus x-in törəməsi. Ln sinus x-in törəməsi bizə nə verəcək? 1 böl x vurulsun x-in törəməsi. Bu da bizə nə verəcək? Sinus x-in törəməsi kosinus x böl sinus x. Aha, gedək g(x)-ə baxaq. g(x)-dəki ln kosinus x-in törəməsi 1 böl kosinus x vurulsun kosinus x-in törəməsi. Bəli. Yəni, kosinus x-in tərəməsi mənfi sinus x bölünsün kosinus x. Aha. f(x) bərabərdir. Nəyə? Tangens x, kosinus bölü sinus. Kotangens x. g(x) bərabərdir. Mənfi tangens x-ə. Bizdən də f(x) vur g(x) istəyir. f(x) kotangens x vurulsun mənfi tangens x-ə. Kotangens vur tangens. Mənfi 1. Cavab D variantı. Birdən sonra ikinci sual. Funksiyasının tərəməsi x0,2-1 nöqtəsindəki qiymətini hesablayın. Tərəmməni tapaq. Burada sadəcə məsələ nədir? Olarmı hamısını yuxarıya qaldırıb yazaq? Mənfi 1 bölü x yazıram. Mənfi x üstü mənfi 1. Çıx. 2x, daha doğrusu x üstü mənfi 2 bölü 2. Çıx. X üstü mənfi 3 bölü 3. Çıx. Nöqtə, nöqtə, nöqtə. X üstü mənfi 9 bölü 9. Mənfi 1'i qabağa atsaq. Biz, bəli, x üstü mənfi 1'in, bir dəqiqə. X üstü mənfi 1'in. Amma burada məsələ nədir? Funksiyasının tərəməsinin qiymətini tapın. Aha. Mənfi 1'i qabağa ataq, qüvvətdən də 1 çıxaq. Nə olacaq? X üstü mənfi 2. Mənfi 1 qabağa gəldi, müsbət oldu axı. Mənfi 1'dən də 1 çıxanda. X üstü n nədir? N vurulsun, x üstü n çıx 1 deyil. Mənfi 1 gəldi, əvvəl oldu müsbət 1. İndi məsələn, burada nə olacaq? Bax, yazıram. Mənfi 1 vur, mənfi x üstü, mənfi 1 çıx 1. Sadəcə ifadəni yazmışdım hələ. f(x)-i tapıram. Çıxılsın, məsələn, mənfi 2 x üstü mənfi 3 bölü 2. Bu formada gedəcək də. Çıx. Mənfi 3 x üstü mənfi 4 bölü 3. Aycan? Aha. Mənfi 9 x üstü mənfi 10 bölü 9. Demək, burada bizə nə verir? X üstü mənfi 2 üstə gəl. 2'lər gedər. X üstü mənfi 3 üstə gəl. X üstü mənfi 4 üstə gəl. X üstü mənfi 5 üstə gəl. X üstü mənfi 6 üstə gəl. Hara qədər? X üstü mənfi 10'a kimi. X üstü mənfi 2 də mənfi 2. X'in yerinə nə yazacağım artıq? Tərəməni tapmışam axı. Bu mənim tərəmə halımdır. Aycan? Bəli, tərəmə bir dəqiqə görək buradan isə qalmadı. Yox. Bərabər işarəsi. Bəli, tərəməni tapdıq da. Axırda bərabər x. Hə, yox, plus idi bu. Aparıb indi 2'də 1 yerinə qoyaq. 2'də 1 üstü mənfi 2. Üstə gəl 2'də 1 üstü mənfi 3. Üstə gəl 2'də 1 üstü. Nöqtə, 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 nöqtə. 2'də 1 üstü. Bu da neçə eləyir? 2'də 1 üstü mənfi 2 neçə eləyəcək? 4, 8, 16, 32, 64, 128, 256, 512, 1024. 210, 1024 də dayı təmbəllik eləməyib, ora qədər gəlib çıxdım. Bu da bərabərdir. İndi bunu düsturla yazmalıyıq da. S neçə dənə element var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Ondan 2'ni çıxın. 8 üstünə 1 gəlin də. Neçə dənə element oldu? Birinci elementim 4. Üstə gəlin 1024 bölü 2 vur. 9. 4 üstə gəlin 1024 bölü 2. Aycan? Bölü 2 də. 514 vur 9. Bu da neçə eləyir? 6, 2, 1. 4005. Neçə elədi? 4000. Teşekkürler.
Başa düşdüyümü? Ədədidir, həndəsidir. Həndəsidir. Mən niyə ədədi ilə yazdım? Heç kim də demir ki, müəllim. Eyni qədər artıb bu. Eyni dəfə artıb axı. Eyni dəfə artdığına görə nə ilə yazacaqdıq? Sn bərabərdir. S neçədir? S9 bərabərdir. B1 vurulsun 2 üstü n çıx 1 bölünsün 2 çıx 1. B1 2 üstü çıx 1 böl 2-dir də. 2 dəfə artıb axı. B də toplaya bilərdiniz, amma B yazmaq daha yaxşıdır. 2 üstü 9. Aha. 4 vur 511. 2044. Başa düşdüyümü? Keçək növbətiyə. Funksiyası üçün tapın. Deməli, birinci f(cx)i tapaq. Görək f(cx) nə deməkdir? f(cx). Baxın, fx hansı funksiyadır? Kosinus x. Kosinus x-in içində nə olmalıdır? Kosinus x-in yerinə nə qoyacaq? 2x. F(cx) o deməkdir də. Kosinus 2x. Bunun da tərəməsini tapsaq. Kosinus 2x-in tərəməsi mənfi 2 sinus 2x. Sonra gəldik. Cfx-i tapaq. Bərabərdir. 2. X-in yerinə nə qoyacam? Kosinusu. Bunun da tərəməsini tapaq. 2 kosinus x-in tərəməsi. Mənfi 2 sinus. Tamam. Nəsə bir şey xoş olmayan bir hal baş verdi. Bir dəqiqə. Fcx, Cfx. Problem yoxdur. İndi burada bunların nisbəti. Bu tərəməni tapdıq. Mənfi 2 sinus 2x-i nəyə böləcəm? Mənfi 2 sinus x-ə. Bunlar gedər. 2 sinus x vur kosinus x böl. Sinus x-lər getsə. 2 kosinus x. Tamam. Yəqin ki, bu ətraflı sualıymış ki, belə olub. Hə, ətraflı sualıydı. Başa düşdüyümü? Çətin sual deyildi məncə. A-nın hansı qiymətində funksiyanın qrafiki ilə nöqtəsində çəkilmiş toxunan apsis oxu ilə 60 dərəcəli bucaq əmələ gətirir. Neyiniyək? Törəməsini tapaq. F(x) bərabərdir. Törəməsi 2 vur kökdə 3 böl 2ax çıx 2 kökdə 3. Tamam. Bərabərdir nəyə? Tangens 60. X-in hansı qiymətində? X-in hansı qiymətində? Kökdə 3 vur. A vur. 3 çıx 2 kökdə 3 bərabərdir. Tangens 60 kök 3-ə. 3 kök 3 A bərabərdir. 2 kök 3-ü sağa atanda 3 kök 3 A bərabərdir. Tapdıq ki, A variantı. Funksiyasının qrafikinin düz xətlərinin bucaq əmsalları müqayisə edin. Hə, bu bucaq əmsalları müqayisə etsək, deməli nə olacaq? Hansının bucağı böyükdürsə, K-sı da böyük olacaq da. Bucağı böyük olanın K-sı böyük olacaq. A2, ən böyükdür K2, sonra K1. Çox bəsit. Bucağı böyük olanın K-sı böyük olur. Bu qədər. Qısa və konkret. Deməyin ki, müəllim, kör bucaq olanda da mı belə olur? Bəli. Məsələn, bir dənə belə çəksəm, bir dənə də belə çəksəm, bucağı böyük olan daha böyük olacaq. Məsələn, K5 K4-dən daha böyük olacaq. Deməyin ki, mənfidə əksi olur. Elə bir söhbət yoxdur. Tamam. İndi düzdür, K5 K1-dən balacadır. Niyə? K5 mənfidir, K1 müsbət. Amma K5 K4-dən böyükdür. Niyə? Bucağı daha böyükdür. Bucağı böyük olanın K-sı böyük olur. 6. A-nın hansı qiymətində yazmadıq. Hə, bu dəfə şeydir. Törəməsi 3 kökdə 3 x-in kvadratı çıx 2ax bərabərdir. Tangens 120 nədir? Aycan? Mənfi tangens 60'dır da. Getdik. Kökdə 3'ü yerinə qoyaq. 3 kökdə 3 vur olsun kökdə 3'ün kvadratı. Çıx 2a vur kökdə 3. Çıxıl bərabərdir mənfi tangens 60, yəni mənfi kök 3. İndi bunu bir dənə yüksəldək. 9 kök 3. Nə oldu? 27 niyə? 9 kök 3.
Çıx 2A kök 3 bərabərdir mənfi kök 3-ə. 2A kök 3-ü atıram sağa, kök 3-ü atıram sola. 10 kök 3 bərabərdir 2A kök 3-ə. A da bərabərdir 5-ə. Aydındır. Sonra 6-dan sonra funksiyasının qrafikinə absisi 5 olan nöqtədə çəkilmiş toxunanın tənliyi budur. F5 üstəyə F'5 cəmini tapın. Demək, absisi x05 olan nöqtədə çəkilən toxunanın tənliyi. Hansı nöqtədir? 5. İndi belə bir şey deyim də mən sizə. Aycan? Aha. Prosto bu sualın qrafiki yox idi. Yox idi. Bildim, imtahan sualı da. Absisi x0 5 olan nöqtədə çəkilmiş toxunanın tənliyi budur. Tamam. İndi zaten bu nöqtədə çəkilən toxunan deyirsə f'(x0) nə olacaq? f'(x0) 7. Tamam. f'(x0) nə olacaq? Bucaq əmsalı da. Bucaq əmsalı deyil. Bu f'(x0) bizə buranın bucaq əmsalını verəcək. Tapdıq nəyi? f'(x0) bərabərdir. Yəni f'5 bərabərdir 7-yə. Bir də nəyə diqqət edin? Bu nöqtədə hansı funksiyaya toxunan çəkilib? Bu funksiyaya çəkilən toxunan bu deyil. Özün bərabərdir. Ay, sağ ol. Məsələn, bu nöqtədə tutaq ki, toxunan çəkmişəm. Bu zaten 7x-3-ün yerinə mən 5 qoysam 7 vur 5 çıx 3 neçə edəcək? Zaten bu nöqtənin ordinatı nə olacaq? 32. Yəni o həm f5-ə kəsişmə nöqtəsidir axı. Kəsişmə nöqtəsində qiymətləri bərabər olacaq da. f5-i də nə tapdıq? 32. Bizdən də nə istəyir? f5'i funksiyanın özün. 32 üstəyə 7 cavab. Maraqlı sual idi. Keçən ilin imtahan sualı idi. Funksiyasının qrafikindən çəkilmiş toxunan absis oxuna paraleldirsə, toxunma nöqtəsinin ordinat oxuna qədər olan məsafəni tapın. Birinci toxunma nöqtəsini tapaq. Aha, törəməsi 24 eləyən x-in törəməsi x kubun törəməsi bərabərdir. 24 böl x bərabərdir. Məxrəcdən bir atıb çarpaz elədik. X kubu x bərabərdir. Əla. Toxunma nöqtəsindən ordinat oxuna qədər olan məsafəni tapın. İndi toxunma nöqtəsini tutaq ki, düşünək. Məsələn, bu nöqtə tutaq ki, toxunma nöqtəsidir. Bu nöqtənin koordinatı neçədir? 2. Buradan ordinat oxuna qədər məsafə neçə eləyər? 2 budur, deyil? Ordinat oxuna qədər məsafə, y oxuna qədər məsafə daxil, o 2-dir. 8-dən sonra? Aycan? Hə, problem deyil, zəng gəlməyib ki. Əsas zəng gəlməsin. 9. Bu qutarsın, bitirərik. Aycan? Dərs qutarıb. Artıq da kəsilmiş. Amma olsun, canımız sağ olsun. 3'ü atıram əvvəldən. 5x kvadratı. Qrafiklə çəkilmiş toxunanlar absis oxuna paraleldir. Toxunma nöqtələrindən ordinat oxuna paralel çəkilmiş düz xəttlər arası nəsə tapar. Bərabər nəyə? Paraleldir deyə tangens 0 deyil. X kvadratı çıx 10x üstəyə 16 bərabər nə? 0. x1 üstəyə x2 bərabərdir. x1 vur x2 bərabərdir. Bu nöqtələri tapdıqmı toxunma nöqtələri? Toxunma nöqtələrini tapdıq. 2 ilə 8. Bu nöqtələrin arasındakı məsafəni istəyir də 6. Başa işləyimi? Aycan? Ordinat oxuna paralel toxunan çəkmək olmur axı. Harada da? Ordinat oxuna paralel toxunan xeyri olmur. Çünki ordinat oxuna paralel nə deməkdir? Absis oxu ilə 90 dərəcə əmələ gətirsin də. Absis oxu ilə 90 dərəcə nədir? Tangens 90. Tangens 90-da təyin olmayıb axı.
Orada toxuna paralel gəlməyəsin. Ancaq absisa paralel gələrsən, onda da tangens sıfıra bərabər eləyəsən, tamam? Amma sən sonda orduna toxuna paralel 2-dən bir dənə y-ə paralel xəttləri çəkdin. Bu xəttlərin arasındakı məsafəni istəyir. O da 2 ilə 8-in arası. Dəqiq. Keçək növbətiyə. Funksiyasının qrafikinə toxunan düz xətt absis oxunun müsbət istiqaməti ilə həll. Törəməsi bərabərdir tangens 45, yəni 1-ə. Mənfi 6x kvadratı çıx 24x çıx 23 çıx 1 sıfırdır. Aycan? Hər tərəfi mənfi 6-ya bölsək? X üstəyə 2-nin xaricidən kvadratı. Amma tələsməyin. Toxunma nöqtəsinin absisi mənfi 2-dir ya. Çünki toxunma nöqtəsinin koordinatlarını tapın deyir. Bəli. Absisi mənfi 2-dir. Aparıb yerinə qoyaq. F mənfi 2 bizə nə verəcək? Mənfi 2 vur mənfi 2-nin kubu. Çıx 12 vur mənfi 2-nin kvadratı. Çıx 23 vur mənfi 2. Çıx 8. Mənfi 2 vur mənfi 8. Üstə gəl 24. Yox. Çıx 12 vur 4. Çıx 23 vur 2. Plus 46 çıx 8. 16. Üstə gəl 46 çıx 8. Neçə girək? Aycan? 6. Bizdən də toxunma nöqtəsinin koordinatlarını tapın. Mənfi 2 ilə tapdıq. Aydındır. Sonra? Aralıq deyil ya bu. Koordinatlardır. X, Y koordinat. Vay aman. A parametrin hansı qiymətində funksiyasının qrafikinə absisi mənfi 1, 3 nöqtələrində çəkilən toxunanlar bir-birinə paraleldir. Yenə bir dənə törəmə tapaq. Fikir verin. Suallara baxmıram, ancaq törəmə tapıram. Toxunan sözünü gördüyünüzdə toxunan törəmə tangens alfadır da. Yəni başqa nə var ki? Tamam. Funksiyasının qrafikinə absisləri mənfi 1, 3 nöqtələrində çəkilən toxunanlar bir-birinə paraleldir. Paralel nə deməkdir? Yəni, məsələn, bu tangens alfa deyil. Sən mənfi 1 də qoysan, 3 də qoysan, eyni bucaq əmələ gətirməlidir ki, paralel olsun da. Yəni, biz burada indi törəmənin mənfi 1 ilə törəmənin 3-ü nə olacaq bir-birinə? Bərabər. Niyə? O nöqtədə bəli, bərabər paraleldir deyə bucaqlar bərabər olmalıdır. Bucaq da nədir? Toxunan törəmələr. Getdik f mənfi 1-i tapaq. F' mənfi 1. 3 vur mənfi 1-in kvadratı üstəyə 2a vur mənfi 1. Bərabərdir. 3 vur olsun 3-ün kvadratı üstəyə 2a vur olsun 3. 3 çıx 2a. Üstəyə 6a. 3 çıx 27 bərabərdir 8-a. Aycan? Mənfi 24 adam. Başa düşdüyümü? Sonra? Təyin olunmuş funksiyasının f'(x) törəməsinin qrafiki verilmişdir. Özü deyil də ha. Törəmənin grafikidir. Mənfi 4-3 parçasında hansı nöqtədə f(x) funksiyasının ən kiçik qiymət alır? Mənfi 4 anı? 3 anı? Tamam. Törəməsinin qrafiki verilmişdir. Mənfi 4-3 parçasında hansı nöqtədə funksiya ən kiçik qiymət alır? Hansı? Nə üçün mənfi 4? Biz demişdik ki, törəmə sıfıra bərabər olduğu nöqtə ekstremum nöqtədir. Əgər aşağıdan yuxarı mənfidən müsbətə keçirsə bu nöqtə minimum, əgər yuxarıdan aşağı keçsəydi törəmə olurdu maksimum. Törəmənin qrafiki veriləndə bunlara baxmırıq. Bu piklər bizə maraqlı deyil. Sadəcə keçdiyi nöqtələr bizə maraqlı idi. Aşağıdan yuxarı minimum, yuxarıdan aşağı törəmənin qrafikində maksimum. X oldu mənfi 4. Başa düşdüyümü? İzahat dəyərinə ehtiyac varmı? 12-dən sonra? Aycan? Köşdü 3-ün kvadratı üstəyə köşdü 3-ün kvadratı bərabərdir 6. Köşdü 3 vur köşdü 3. Bu hamımız məncə əzbər bilirsiniz artıq. İzahına ehtiyacı var mı?
Bunun törəmə həlli yolu törəmədən çıxır da. Yazırsan a kvadratı bərabərdir 6 çıx b kvadratı. A da bərabərdir kök altında 6 çıx b kvadratı. Sonra aparıb a-nın yerinə yazırsan. Kök altında 6 çıx b kvadratı. Vur b. İndi bu sənin ifadən deyil. Bu ifadənin ən böyük qiymətini tapmaq istəyirsənsə, törəməsini tapırsan, sonra sıfıra bərabər eləyirsən. Bəli, törəməsi nə olacaq bunun? 1/2 kök altında 6 çıx b kvadratı vurulsun. 6 çıx b kvadratının törəməsi vur bir dənə də b. Bərabər nəyə? Sıfıra. 1 bölünsün. 2 kök altında 6 çıx b kvadratı. Bu nə elədi? Mənfi 2b. Yox, bir nəsə problem oldu. Hə, törəmədir, törəməyinə. Prosto yenə də problem oldu. O yan, nə yan? UV deyə bu. Biabır olmuşduq. UV deyə əzizlərim. U-nun törəməsi vur V. UV ilə törəməsini tapmalıyıq bunu. Tamam. İndi bunun törəməsi 6 çıx b kvadratının kök altında törəməsi vur b plus b-nin törəməsi vur 6 çıx b kvadratı kök altda bərabərdir sıfıra. İndi getdik bunun törəməsi bizə nə verəcək? Birbaşa tapıram da mənfi 2b bölünsün 2 kök altında 6 çıx b kvadratı vur b üstə gəl kök altında 6 çıx b kvadratı bərabərdir 0. Bunlar gedər. B kvadratın, bunun birbaşa törəməsinə vurdum da. Tamam. Buradan gedərəm. Davam edirəm. B kvadratı mənfi b kvadratı bölünsün. Bəlkə bunu da sağa ataq. Mümkün qədər qısa yazmağa çalışıram. Hər ikisinin qabağında mənfi var. Mənfilər nə olar? Çarpaz eləyəndə mənfi b kvadratı, daha doğrusu b kvadratı bərabərdir 6 çıx b kvadratı. 2b kvadratı bərabərdir 6, b kvadratı bərabərdir 3, b bərabərdir köşdür 3. B köşdür 3-dürsə a, o da köşdür 3. Sonra da a, b hasilini tapdı. Apar yerinə qoy, köşdür 3-ü köşdür 3-ə vur, cavab 3. Başa düşdünmü? Həlli də belədir. 14. Funksiyasının böhran nöqtələrinin olması üçün törəmə tapaq, sonra baxarıq. 3/1 x kubun törəməsi üstə gəl. Böhran nöqtələrinin olması üçün A parametrini ala biləcəyi natural qiymətlərin cəmini tapaq. İndi əzizlərim, böhran nöqtəsinin olması üçün nə olmalıdır? 0. X kvadratı nəyə bərabərdir? Sağa atın. 5 çıxa. İndi bu hissə böhran nöqtəsi olması üçün 0-dan nə olmalıdır? Böyük. Məsələn, sağ tərəf mənfi olsa böhran nöqtə olacaqmı? Xeyr. Onun üçün də mənfi A böyükdür mənfi 5-dən, A isə kiçik bərabərdir 5-dən. Bu da A parametrinin 1 üstəyər, 2 üstəyər, 3 üstəyər, 4 üstəyər, 5, 15. Sonra? Başa düşdükmü bunu? 15-də nə deyir? Deyir ki, funksiyasının minimum, yenə də bir dənə törəmə. Gözümü yumub törəmə tapıram. Nə olacaq? 3m/7x-in sual şərtini oxumadım. 8x üstəyər 9. Funksiyasının minimum və maksimum nöqtələri uyğun olaraq A və B-dir. M parametrini ala biləcəyi natural qiymətlərin cəmini tapın. Funksiyanın minimum və maksimum nöqtələri bərabərdir nəyə? 0-a. Düzdür? Maksimum minimum nöqtələri necə tapırdıq? Törəmə 0-da. Tamam. Minimum və maksimum nöqtələri uyğun olaraq nədir? Bunu yazmağa ehtiyac yoxdur. Yox, nəyə yazmağa ehtiyac yoxdur? Yəni, törəməyə yazmağa ehtiyac yoxdur da. Sualı yazırıq. O dəqiqə qaçmağa çalışırlar. Deməli, əzizlərim, minimum və maksimum nöqtələri uyğun olaraq nədir? A ilə B. Minimum nöqtə nədir? Maksimum nöqtə nədir? Uyğun olaraq deyir axı. B böyükdə A.
Normalda nə olurdu? Normalda minimum nöqtə maksimum nöqtədən böyük olurdu. Niyə? Minimum nöqtədən maksimum qiymət alırdıq, maksimum nöqtədən minimum qiymət alırdıq. Deməli, bu əmsal nədir? Deməli, əmsal mənfidir. Həmişə minimum böyük olur. Aycan? Minimum böyük olur. Bax, əmsal müsbət olanda minimum minimum nöqtənin qiyməti maksimum nöqtənin qiymətindən böyük olur. Əmsal müsbət olanda. Əmsal mənfi olanda belə bir hal yaşanır. Tamam? Bir dənə bunu buraya yazın ki, deməli bu m də kiçiymiş 7-dən. Natural qiymətlərin cəmi? Bax, biz sizlə nə demişdik? Aycan? 21. Biz sizlə nə danışmışdıq? Danışmışdıq ki, əsasən törəmə tapdığın köklər tapırsan, kiçik kök maksimum, böyük kök minimum. Çünki istisna nə idi? Əmsal mənfi. Amma özdə nəyin əmsalı? Qüvvəti böyük olanın əmsalı. Biz yazdığımız sualların demək olar ki 95%. Hətta bizim yazdıqlarımızın hamısında əmsal müsbət idi. Sırf burada bizi çaşdırsın deyə verdi. Tamam? Bu şərtə görə yazdıq. Başa düşdüyümü? Yox.